Nəhayət ki, deməli, sövməyə başlayırıq. Təqribən bir aya yaxın vaxt keçibdi. Əvvəlki videodan görürsünüz ki, bir yerə Avokile ilə qruntovkalamışdıq, bir yerinə və tüfəngli. Bu, birinci Avokile ilə qruntovkalanan yeridir. Gördüğünüz kimi altı tam qalır, altının kağızı. Avokile ilə qruntovkalanır. Bu, binderlə qruntovkalanan yeridir. Bakın görürsünüz, müəyyən yerdə altının kağızı qaldı, müəyyən yerdə qalmadı. Bu isə tüfengrutla qruntovkalanan yeridir. Burada da yukarı bir altını soymaya çalışaq. Görürsünüz, inanın ki, səmimiyyətimə eyni qaydada vurmuşam. Yəni videoda da görsənir, qruntovkasında kleylidə. Avokile ilə qruntovkalanan daha möhkəm tutub, nəinki tüfengrut və yaxud da binderlə. Ona görə də məsləhətdir ki, aboyanın altını ancaq avokile ilə qruntovkalansın. Bu da nəticə.